Deməli, dostlar, gəldik çatdıq used to mövzusuna. Təbrik edirəm sizi imtahanı keçdiyinizə görə. Deməli, used to əslində bir zamanı ifadə edir Azərbaycan dilinə görə, amma ingilis dilində sadəcə keçmiş sadə zamanın içərisindəki bir bölmə kimi qəbul olunur qrammatik strukturlarda. Biz bunu əlavə zaman kimi əslində baxa bilərik, çünki Azərbaycan dilində biraz fərqli başa düşülür. Elə ümumiyyətlə ingilis dilində də fərqli biraz başa düşülür, amma keçmişdə baş vermiş bir hadisədir. Ona görə bunun üçün ayrıca bir zaman açmayıblar ki, bax belə bir əlavə zaman var. Deməli, biz öyrənmişik indiki sadə zaman, keçmiş sadə zaman, gələcək sadə zaman, indiki davam edici zaman, keçmiş davam edici zaman. Hələ ki buradayıq. Deməli, biz deyəndə keçmişdə hər hansı bir cümlə deyin. Gözləməyin, deyin. Məsələn, I played, oynadım. Bir də var ki, oynadım yox, deyirsiniz ki, uşaq olanda futbol oynayırdım. Bax, bunu keçmiş davam edici zamanla deyənmərsiniz. Niyə? Çünki o oynadığın prosesin ortasından desəz ki, məsələn, nənəm bizə gələndə mən futbol oynayırdım. Yəni, o proses gedirdi və nənəm gəlmişdi də, ondan danışırsınız. Bir də var ki, yenə zaman oxunu çəkirəm. Əgər qarışdırsaz bunları, əvvəlki dərsə qayıdın, oradakı zaman oxlarına baxın, başa düşəcəksiniz. Deməli, I play o deməkdir ki, bu hər an var. I played o deməkdir ki, keçmişdə bir dəfə oldu. I will play o deməkdir ki, gələcəkdə bir dəfə oldu. I am playing odur ki, bu dəqiqə burada davam eləyir. I was playing odur ki, keçmişdə davam eləyirdi və mən onun ortasından danışıram. Və əvvəllər mən bunu eləyərdim. Yəni, indi eləmirəm. Məsələn, 2 ayda əvvəllər siqaret çəkirdim. Məsələn, when I was a kid, uşaq olanda siqaret çəkirdim mənası olar. Futbol oynayırdım. İndi oynamıram, ona görə kökəlmişəm. Bax, bu keçmişdə bir neçə dəfə baş vermiş vərdişdir bir növ. Amma bu demək deyil ki, belə məsələn pis vərdiş, siqaret çəkmək, nə bilim, nəyinsə aludəçisi olmaq elə yox. Məsələn, keçmişdə hər həftə nənəviz gilə gedirdinizsə, bu sizin üçün bir vərdiş idi. Hər həftə gedirdiniz, ondan sonra müddət keçib, bugünkü günlərdə artıq onu eləmirsiniz. Bax, bunun strukturu belədir. Used to. Belə deyəcəksiniz. Necə ki, indiki sadə zaman bu keçmiş zamandadır əslində, amma played yox. Bir növ burada izah eləmiş olum sizə. I used to play deyəcəksiniz. Okay? I used to play o deməkdir ki, oynayardım. Ya da belə də deyirik biz adətən. Oynayırdım. Uşaq olanda futbol oynayırdım. Məsələn, 5 il əvvəl siqaret çəkirdim. Yəni, 5 il əvvəlki vaxtımda mən siqaret çəkən biri idim. Bəlkə də buna 5 il əvvəl demək tam düzgün olmaz. Çünki 5 il əvvəl hansısa bir konkret vaxtdan söhbət gedir. Çünki bu davam eləmiş bir növ prosesdə, bu neçə dəfə olub. 5 il əvvəl bir həftə çəkmişəmsə, hə, amma 5 il əvvəl 3 il boyunca çəkmişəmsə, bu 5 il olmuş olmurdu artıq. Bir 7 ilindən 4 il arasında bir məsafədə, müddətdə çəkmişəm. Dolayısıyla, deməli, used to o deməkdir ki, mən bunu əvvəllər eləyirdim. Deyirəm ki, I used to learn English. Bax, əgər burada dərsi dayandırsaz, sabah həvəsdən düşsəz, kimsə deyəndə ki, sizə deyəndə ki, Enverson'da ingilis dərsləri var, çox qəşəngdir, hamı orada öyrənir, insanlar çox sürətli şəkildə inkişaf edirlər. Deyəcəksiniz ki, yeah, I used to learn on Enverson. On Enverson niyə? Çünki bütün web səhifələr ondan istifadə olunur. I used to learn English on Enverson o deməkdir ki, əvvəllər Enverson'da öyrənirdim. Uca öyrənmirəm. Niyə? Çünki məsuliyyətsizəm. Olmuş ola bilər. Deməli, bunun inkarı var, sualı var. Bunu məncə özümüz başa düşərik. Keçmiş sadə zamandadırsa, yəqin ki, sualı didlə düzələcək, amma burada artıq d olmuş olmayacaq. Çünki necə ki, went olanda avtomatik go'ya çevrilirdi, played olanda did dediyimizə görə play'e çevrilirdi. Burada isə did I use to olacaq, used olmayacaq. Danışıqda ki, ümumiyyətlə hiss olunmur ki, siz orada used dediniz, yoxsa used dediniz. Amma təbii ki, bunu bilməlisiniz ki, did olanda burada artıq ümumiyyətlə keçmiş zaman olmaz. İnkarında yenə I didn't used to learn, used to play bu şəkildə olacaq. Zaten praktik elədikcə daha yaxşı şəkildə onu mənimsəmiş olacaqsınız. Baxın, başa düşürəm ki, çox yaxşı izah edirəm. Qətiyyən, əla izah eləyir, başa düşdüm bunda, keçim o bir mövzuya deməyin.
bu mövzunu, nəinki bu mövzunu, mən bütün mövzuları sizə bir günün içərisində, bir 7-8 saatın içərisində hamısını izah edib sizə başa sala bilərəm və başa düşərsiniz də. Amma onu mənimsəmək lazımdır. Yəni onu bilmək yox, çünki bu sabah bir gün yadınızdan çıxıb gedəcək. Onu danışığınıza həkk eləmək lazımdır. Danışığınıza həkk eləmək üçün tapşırıqları eləmək lazımdır. Tapşırıqlar zaten elə ölçülüb, biçilib ki, onları elədiyiniz zaman avtomatik sizin danışığınıza həkk olsun. Növbəti mövzuda görüşərik. Özünüzə yaxşı baxın.